Qoç, ehtiyatlıq və sakitlik tələb edən gündür. İşgüzar bacarığınız aşağı səviyyədə olacaq. Bunun müsbət tərəfi də var, çünki bu gün yeni işlərə başlamaq baxımından sərfəli deyil. Lakin başqalarının səhvlərini düzəltməyə çalışacaqsınız. Buğa, ehtiyatlı olun, səhvlərə yol verə bilərsiniz. Xarici görkəminizə fikir verin. Ulduzlar bu mövzuda özünüzə tənqidi yanaşmağa məsləhət görür. İşgüzar görüşə gedərkən ekstravagant tərzdə geyinməyin. Əkizlər, uğurlarınıza həsəd aparmaq olar. Bir çox oğlaqların maliyyə işlərində bəxti gətirəcək. Xaricə səfər eyni zamanda uzaqdan gəlmiş adamla görüş üçün əlverişli gündür. Xoş sürpriz, hədiyyə almaq ehtimalı da az deyil. Xərçəng, enerjilisiz, əməkdaşlıqla bağlı sənədləri imzalamaq olar. Bugün rəqibləri geridə qoyacaqsınız. Çətinliklər yalnız başqalarının fikirlərinə əhəmiyyət verməməyinizdən yarana bilər. Tənqidlərə kəskin reaksiya verməyin. Şir, çox uğurlu gündür. Çətin işlərin öhdəsindən gələ biləcəksiniz. Yaradıcılıq potensialınız yüksək olacaq. Gəliriniz artacaq, qarderobunuzu yeniləyin. Həmçinin gözəllik salonuna getmək, imicdə dəyişiklik etmək olar. Qız, yaxınlarınızı və ya həmkarları tələsdirməyin. Onsuz da vəziyyəti dəyişə bilməyəcəksiniz. Gün boyu münaqişə və gərginlik sizi müşayiət edəcək. Ailə üzvlərinizlə daha çox mübahisə edəcəksiniz. Tərəzi, xoş gündür. Qadınlarla təmasda olmaq üçün də əlverişli zamandır. Show biznes sahəsində fəaliyyət göstərənlər cəlbedici təkliflər ala bilərlər. Yaxşı məsləhətlər ala biləcəyiniz insanlarla görüşün. Əqrəb, sakitliyi qoruyub saxlamaq asan olmayacaq, ancaq bunu etməyiniz mütləqdir. Günorta saatlarında bir qədər çətinlik yaşayacaqsınız. Həm özünüzün gərginliyi, həm də ətrafdakılardan gələn mənfi aura müdiriyyətlə aranızda konflikt yaranmasına səbəb olacaq. Oxatan, çox uğurlu gündür. Hansı işə başlasanız öhdəsindən gələcəksiniz. Maddi vəziyyətiniz də yaxşı olacaq. Bu səbəbdən böyük məbləğlə alış-veriş edə bilərsiniz. Mənzilinizdə dizayn dəyişiklikləri aparmaq olar. Oğlaq, yaraşıqlı insanlarla yaxınlıq etməyə çalışırsınız, lakin bu, münasibət qurmaq baxımından çətinliklər yaradacaq və yanlış addım atdığınız üzə çıxacaq. Bugün geyim, bəzək əşyaları almaq üçün əlverişli gündür. Dolça, pozitiv tendensiyalar sayəsində gün uğurlu olacaq. Çiyinlərinizdə böyük məsuliyyət tələb edən bir yük var. Kampaniya və ya tədbirlərin təşkili üçün əlverişli gündür. Bugün məhəbbət macərasının təməli qoyula bilər. Balıqlar, kimlərsə sizin səmimiyyətinizdən öz maraqları naminə istifadə edəcək. İşgüzar sahədə təşəbbüsü ələ almaq lazımdır. Bugün şərikli iş görməkdənsə tək çalışsanız faydasını görərsiniz. Günün ikinci yarısını yaxınlarınızla keçirin.